Həyatda xoş anlarla yanaşı xoşagəlməz hadisələr də baş verir. Amma biz adətən sevincli, pozitiv anlarımızı videoya çəkib yadda saxlamağa çalışırıq. Çünki çətin, ağrılı anlarda nə bunu çəkmək, nə də sonradan xatırlamaq istəyirik. Belə anlarda beynimiz tamamilə həyatda qalma rejiminə keçir. Məqsəd problemi mümkün qədər tez həll etmək və bizi narahat edən duyğudan uzaqlaşmaq olur. Bu insan psixikasının təbii müdafiə mexanizmidir. Bəzən yaşanan hadisə o qədər ağır olur ki, insan onu xatırlamamaq üçün sanki heç baş verməmiş kimi davranır. Qısa müddətdə bu rahatladıcı ola bilər. Beyin bizi qoruyur. Amma zaman keçdikcə həmin yaşantı özünü fərqli yollarla göstərməyə çalışır. Bəzən bir hiss, bəzən bir bədən reaksiyası, bəzən də səbəbsiz narahatlıq kimi. Vacib olan odur ki, bu mexanizmləri zəiflik yox, özünü qoruma cəhdi kimi anlayaq. Və hazır olduğumuz anda tələsmədən, təhlükəsiz şəkildə bu yaşantılara baxa bilərik.